Hər vaxtınız xeyir əziz izləyicilər, qısa başlıq ilə yenidən qarşınızdayım. Maraqlı bir məlumat çıxdı qarşıma, həmişəki kimi fikirləşdim, sizinlə də bölüşüm. Çox maraqlı rəqəmlər var, odur ki, diqqətiniz məndə olsun. Deməli, gələn il büdcə xərclərinin əmək haqqı ilə bağlı ödənişlərin həcmi 8 milyard 251 milyon manat olması proqnozlaşdırılır. Yəni, bu qədər məbləğ maaşlara yönəldiləcək və hamı gələn il bu məbləğdən əmək haqqısını alacaq. Bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Maaşlara yönəldiləcək məbləğ 2025-ci ilin gözlənilən göstəricisindən 661 milyon manat və ya 8,7% çoxdur. Qeyd edim ki, 2024-cü ildə bu istiqamətdə xərclər 6 milyard 727 milyon manat təşkil edib. Yeri gəlmişkən, orta aylıq əmək haqqının nə qədər olması ilə bağlı da məlumat var. Belə ki, 2026-cı il üzrə orta aylıq əmək haqqı göstəricisi isə 1170 manat təşkil edəcək. Gələn ildə minimum əmək haqqı və minimum pensiyaların məbləği isə artırılmayacaq. Belə ki, gələn ildə minimum əmək haqqı 400 manat, minimum pensiya isə 320 manat olaraq saxlanılacaq. Bax, belə izləyicilər, məlumatı daha çox insana çatması üçün bəyənib sizdən bu videonu paylaşmağı, həmçinin maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Fikirlərinizi də həmişə kimi şərhlərdə qeyd edə bilərsiniz. Ən əsası isə özünüzdən müğayət olun.